Hamıya salamlar, axşamınız xeyir olsun əziz dostlar. Alanya Qarqıcaqdayam. 20 yanvar 2026-cı il. Bundan öncə video paylaşmışdıq. 20 yanvar faciəsi ilə bağlı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalanlara can sağlığı, uzun ömür. Biz isə işimizə davam edirik. Bugün sizə Alanya Qarqıcaqda dənizə hardasa 3 kilometr məsafədə çox böyük lüks bir villa təqdim edəcəm. Qiyməti artıq görürsünüz. Mən qiymətləri həmişə yazıram, gizlətmirəm. Bəli, bu böyük villanı sonda bir də özüm qiyməti deyəcəm. 6 otaqdan ibarətdir. 5+1, 2 mərtəbəli geniş villadır. Bura girişidir. Ümumiyyətcə bura villa kompleksləridir. Burada çoxlu villalardan ibarət yaşayış kompleksidir. Məşhurdur Qarqıcaqda. Dənizə dediyim kimi 3 kilometr. Bax belə gözəl egzotik ağaçlar, limon və s. bitkilər var. Belə də gedə bilərik. Buradan da gedə bilərik. Hardan gedək qərar verə bilmədim. Baxın buradan belə göstərim. Sonra o tərəfdən ora keçəcəyik. Baxın yaşıl şam ağacları, gözəl kollar və s. genişdir. Villanın ərazisi genişdir. Bu villalar çox keyfiyyətlidir, çox sağlamdır. Hər tərəfə gözəl mənzərə açılır. Bax bunu artıq deməyə ehtiyac yoxdur. Ekranlarda görürsünüz möhtəşəm dağ mənzərəsi və dəniz də qarşıdadır. Bu boyda ərazi, bax bu geniş ərazi bizim ərazidir. 600 kvadrat metr torpağı var. 2 mərtəbəli villadan gedir söhbət. İndi içini də göstərəcəm sizə. Şezlonglar, şəmsiyələr, oturmağa yer. Bax bu hissədən dəniz çox daha yaxşı, gözəl görsənir. Baxın. Aralıq dənizi yaxınlaşdırım. Yuxarıdan da qəşəng mənzərə var. Qarşıda isə Gold City oteli, Imperial otel, çoxlu yaşayış kompleksləri, villalar və s. Bir də buradan bax belə göstərək. 2 mərtəbəli villa və bu gözəl böyük palma ağacı. Burada oradan da yaraşıq verir. Orada isə böyük hovuzdur, 9 metrin 3'ə. Villanın sahibi dostumuzdur. Hal-hazırda buradadır, özü də villanı təmizləyir. İndi isə keçək biraz arxa tərəfə baxaq. Bu da villanın salonundan bura çıxışıdır, oturma alanı filan hamısını göstərəcəm. Hovuzumuz da oradan da böyüdür, 9 metrin 3'ə. Burada da Side antik kəntində olan simvola bənzədirəm. Qədim Yunan simvolları. Arxa tərəfdə manqal zonasıdır. Burada belə bir qapalı hissə var. Mətbəxdir bura. Burada da otura bilərsiniz. Masalar, stullar, bardır bura. Çox gözəl villadır. 2 mərtəbədir. Giriş ayrıdır. Bir giriş buradandır. Aşağının girişi oradandır. Biz indi aşağıdan başlayacağıq. Bəli, villa çox gözəldir. Allah hamıya belə gözəl villalar qismət eləsin. Baxın, limonlar, sonra bu da xüsusi bitkidir və çox faydalı bitkidir. Bazarda da çox baha satılır. Burada isə öz həyətinizdə yetişir. Bax, belə gözəl. Qızıl gül ağaçları görürəm orada. Və indi mən villaya daxil oluram buradan. Villanın hər yerində yerdən qızdırma sistemi fəaliyyət göstərir. Yəni var. Qapını bağlayırıq. İçi çox səliqəli, rahat. 4 otaq aşağıdadır, 2 otaq yuxarıda. Yuxarıdakı otaqlar əşyasızdır. Burada bir sanuzuldur sağda, duş kabin. Tam təmirli, tam qəşəng, yəni zövqlü. Gir yaşa özün üçün. İstəsən yuxarını kiraya ver, istəyirsən orada da yaşa. Burada da sol tərəfdə də sanuzul var. Aşağıda 2 sanuzul. Və daha bir sol tərəfə gəlirəm. Gözəl bir otaq. Səliqəli bir otaq. Böyük şkafı və s. Burada da daxil olduqdan sonra qəşəng ayaqqabılarınızı qoyursunuz. Paltarları bura asırsınız. Və böyük belə bir qapıdan daxil oluruq hara? Salona. Salon da çox zövqlü, gözəl düzəldilib. Necə deyirlər, əlavə heç bir şey yoxdur.
Gözü yoran heç bir şey yoxdur. Orada yuxarıda böyük kondisionerimiz var. Böyük televizor. Burada da daha bir otaq var. Bu otağı da göstərim sizə. İki nəfərlik yataq. Bəli, əziz dostlar, Kargıcakda belə villalar var. Alanya'da çoxdur. Həmişə çəkirəm, göstərirəm. Bizi çoxlu yeni izləyənlər var. Takipçilərimiz 15.000-i keçib. Kim belə villalara sahib olmaq istəsə, hər qiymətə, hər zövqə görə var, əlaqə saxlayın. Qarşıda mətbəx, yenə oturma otağı var, amma ora girməmişdən əvvəl mən arxada daha bir otağı sizə göstərəcəm. Üçüncü otaq. Yuvarlaq yatağı var burada gözəl. Buradan da terasa, həyətə çıxışı var. Baxın, burada 4 dənə, 3 dənə pəncərəsi, böyük sanuzlu var bu otağın. Əsas otaq bura saymaq olar. Burada paltar yuyan, qurudan maşın. Bütün texnika bu evdə, villada Siemens'dir. Baxın, necə gözəl, müasir tərzdə sanuzol düzəldilib, qəşəng. Ümumi qızdırma sistemi filan. Burada isə qardirobdur. Qardirob. Qəşəng. Dediyim kimi, çox xoşuma gəlir bura. Hər şey zövqlüdür, qəşəngdir, sadədir. Dənizə yaxındır. Aşağıda bu arada villanın şəxsi qarajı var. Onu söyləmədim. Yəni, rahat maşınınızı gəlirsiniz, park edib, həyatınızı yaşayırsınız gözəl şəkildə, istirahətinizi edirsiniz. Evin hər yeri aşağıda yerdən qızdırma sistemidir. Bu isə ayrıca mətbəxdir. Mətbəx ayrıdır. Mətbəxdə də hər şey zövqlü, çıxıntı, mıxıntı, necə deyərlər, əlavə heç nə yoxdur, gözü yoran. Bütün texnika hamısı Siemens markası, elektrikli soba, böyük buzdolabı, xaladelnik, soyuducu, 3 dildə dedim. Mən villanı ümumi təqdim edirəm. İnşallah buna baxmaq istəyəndə gəlib detallı hər şeyi göstəririk. Burada yenə də bir oturma otağıdır. Qəşəng. Böyük masa, 6 dənə stol qoyulub. Yəni, villa hər şeydən təmin olunub. Nə lazımdırsa, hər şey var. İndi kimsə nəyisə dəyişmək istəyər, öz zövqünə qalıb. Amma burada hər şey qaydasında. İndi isə buradan nə edirəm? Çıxıram terasaya. Terasada sol tərəfdə yenə stol, stullar. Sağ tərəfdə oturma dəsti. Baxın. Qəşəng, hər şey maraqlı, gözəl. Palma ağacı lap yerinə düşür burada. Böyük palma ağacı, yəqin ki, yayda bunun kölgəsi çox gözəl olur. Oturursunuz belə dağları, dənizi seyr edirsiniz. Önünüzdə hovuz, ürəyi istədi. Hovuza bir baş vurursunuz. 9 metrlik uzun hovuzdur. Nə deyim valla, hər şey çox gözəl. Və indi isə aşağını tamamladıq, əziz dostlar, çıxırıq hara? Yuxarıya. Yuxarıda 2 dənə böyük otaq var və böyük terasa var. Amma oradakı otaqlar əşyasızdır. Deməli, bu əsas qapıdan çıxdıqdan sonra gəlirik. Baxın, buradan 2-ci mərtəbəyə doğru qalxırıq. Əslində, burada mətbəxdən də qapı var. Mətbəxdən də çıxıb, buradan rahat yuxarı qalxa bilərik. Birazdan gün batımı oldu deyəsən artıq. Çox gözəl gün batımları buradan seyr eləmə imkanı var. Və çıxırıq hara? 2-ci mərtəbəyə. Su çəni də var burada, su qızdırıcı. Günəş enerjisi ilə çalışır. Buradan bu belə göstərim. Yaxından baxın. Yay vaxtı artıq elektriklə su qızdırmağa ehtiyac olmur. Günəşdən bəhrələnmək mümkündür. Bura isə böyük terasadır. Buradan artıq dəniz çox-çox daha yaxşı görsənir. Tam gözümüzün önündə. Bax, gözdə bu şəkildə görürsünüz dənizi. Biraz daha yaxınlaşdırım. Bu şəkildə dənizi və dağlardakı hər yerdə. Mənzərə gözəldir, söz ola bilməz. Aşağıya da hovuzumuz. Baxın necə gözəldir. Tam təmirli.
Buranın balkonu böyükdür. Bax terası göstərim. Sonra otaqları da göstərəcəm. Baxın. Dairəvi şəkildə böyük balkon. Oralarda çox lüks villalar var. Sizə təqdim eləmişəm çoxunu. Yenə də inşallah göstərəcəm. Yeni komplekslər, binalar. Hamısına gözəl mənzərə açılır buradan. Və indi isə yuxarıdakı iki otağı göstərəcəyik. Baxın əziz dostlar, burada iki dənə gözəl otaq. Sadəcə şkaf var, hündür tavanlar, gözəl hər tərəfdən işıq düşür, kondisioner var. Sadəcə yer laminat, aşağıda laminat deyildi. Və burada da içəridə növbəti bir otaq var, o da böyükdür. O da qəşəng, səliqəli, hündür tavanlı bir otaqdır. Balaca pəncərəsi burada, böyük pəncərəsi, qapısı burada. Buradan da birbaşa balkona çıxışı var. Əlbəttə ki, buranın da öz sanuzlu buradadır. Mövcuddur, işığı yandırım. Baxın. Tam təmirli. Belə hörmətli dostlar, bu gözəl villa sizin ola bilər. Alanya'da qiymətlər düşüb. Əvvəllər bu villaları 1 milyona, 1 milyon yarıma verirdilər. İndi qiymətlər düşüb. Bu villaya sahib olmaq istəsəniz, deməli dənizə hardasa 3 kilometr Qarqıcaqda yerləşir, hündürdə yerləşir. Gözəl belə mənzərə, sunset, gün batımı, Alanya qalası, dağlar, Toros dağları hamısı gözünüzün önündə. 600 kvadrat metr torpaq ərazisi var. 5-6 otaqdan ibarətdir. Qiyməti 670 min evrodur. Sahibi dostumuzdur. Uzun illərdir tanıyırıq. Bazarlıq var. Belə bir evə, villaya sahib olmaq istəyən dostlar əlaqə saxlayın, hər cür kömək edərik. Videomu isə yekunlaşdırıram. Gələn videolarda görüşərik. Sağ olun, var olun.